Hamımıza salam uşaqlar, necəsiz? Məniz. Uzun bir müddətdən sonra Brawl Stars videosu ilə qarşınızdayım. Uşaqlar, bu günlərim burada 36 dənə Brawl Pass yolu hədiyyəmiz var. Almışam daha doğrusu çoxsunu. Mega kutular zadlar var, belə star yıldızları zad, adını bilmirəm tam. Burada da hədiyyələrimiz var. Yəni birinci burayla başlayaq. Bunu açaq birinci. Uşaqlar, nə vaxtdan da video gəlmirdi. Sıxılmışdım YouTube'dan. Artıq izlənmələr falan əvvəlki kimi deyərkən karakter gəldi. Yox, kostüm gəldi. Uşaq, inanın mən oyuncuların adlarını falan bilmirəm. Yəni nə oldu? Yəni belə məsəl üçün Brawl Pass sezonunun sonunda gəlirəm, girirəm oyuna. 500 kredi gəldi. Girirəm, görevləri eləyirəm çox vaxt. Gələn görevlərdən də olan şeylərlə Brawl Pass'ı tamamlayıram. Yəni elə oynayıram çox vaxt. Bunu da kəsmədən, biçmədən bir başa atacağım YouTube'a. Elə belə nə vaxtdan da atmırdım, birdən marağa gəldim nəsə video çəkməyə. Şimdi uşaqlar, nə təzədən qayıdaq YouTube'a, yoxsa o karakter gəldi. Yox, kostüm gəldi. Çaşımanca karakter deyirəm. Uşaqlar, təzədən qayıdaq YouTube'a. Ay, World Soccer Jumps'da direkt baxıram uşaqlar. Çox artıb YouTuberlar həqqi yəni. Mənim vaxtımda heç o qədər yox idi. 5000 won topla, bunlar da alaq. Nədirsə bunlar. Efsanemiz var burada. Ben bunu saxlamışdım. Mən saxlamışdım bunu. Yıldız gücümüz gəldi. Hala. Burada da bir iki şey olmalıydı. Bunu alaq. Ender, süper ender destansı. Yəqin ki enerji puanı gəldi. Enerji puanı idi bunun adı. Həqqi bilmirəm uşaqlar, yəni elə belə. Bir də bir şey göstərmiş uşaqlar buradan en çox kupa, hə. Yəni burada bu qədər karakter çıxıb uşaqlar. Bilmirəm hesabım çoxmu bəxtlidir, nədimi. Burada bu qədər karakter çıxıb uşaqlar. Heç birini kasmağa axot yoxdur da. Hamısı 0 kupada qalıb. Yəni bu qədər efsanevlərimiz falan var, yəni. Cordelius, Chester, Nam, Kit var. Mən də nə vaxtdan Kit istəyim, indi Kit gəlib. Amma indi oynamaq istəmirəm Kitlə. Başlayaq buradan mega kutu ilə başlayaq. 9 yazdı, görək nə gələcək. Yəqin kesin gəlmir. Burada 200 puanımızı alaq. Karakter jetonudur bunlar deyəsən. Və niyə donursan? Süper ender gəldi 2 dənə. Daha yönə deyib 500 minlər bunlar. Yəni karakter gələr məncə. Yəni bu qədər şeydən. Görək, yeni ender gəldi. Buradan nə gələcək? Süper ender gəldi buradan da. 200 karakter jetonumuzu alaq. Buradan da ender gəldi. Brawl Stars sesini bilməyəsən mənə, gizemli gəldi. 500 altın gəldi. Buradan bir dənə yenə star hediyemiz alsaq. Bu star hediyesinin o birisi versiyası yaxşıdır aslında bundansa. Bir de bu da maraqlıdır. 2'ye falan qatlanır. Destansı gizemli. Efsane olacaq mı? Olmadı, efsanevi. 200 de buradan geldi. Ender geldi yenə. Bunu açabilir görürsən ya, çətin məsələdir. Ender geldi. 100 buradan alaq, bunu alaq təzədən. Ay, səhv yerə girdin. Süper ender. Hə, nə deyirdim uşaqlar? World Soccer Jumps YouTuberlər əməlli artıb. Mən də bilmirəm uşaqlar, mən maç oynayıram özü böyle World Soccer Jumps. Arada bərədə bura girmədə. Amma yəni nətər deyim, mən maç atlan almışdım əvvəllər. Yəni jeton yığıram. Jeton dediyim pulda, yəni o qızıl var ediyor da World Soccer Jumps, ondan yığıram. Dünya hakimiyyəti kasıram. Sən TikTok'da da yavaş canlıları efsanevi. Bunu 2'ye qatlasaq zor olar. Olmadı. Efsaneviden karakter gəlsə süper olar deyəcəkdim. Byron'un yıldız gücü gəldi. Ha, istəyirəm ki uşaqlar şey diyeyim. TikTok'da falan canlı yayınlar açsam. World Soccer Jumps'la bağlı 500 abi gəlsə süper olar. Yəni belə. World Soccer Jumps videosu da bəlkə gələr. Yəni həmişə deyirəm YouTube'a qayıdıram, yəni yenə demək istəmirəm. Bu da qayıtmaq videosu deyil, onsuz da. Yəni həmişə deyirəm qayıdıram, amma qayıtmıram. Yəni yenə 2 video atıram. Əslində axırıncı videoda Edgar'ın kariyerini çəkmişdi sanırım. Sanırım deyirəm türkçə. Və karakter mi gəldi? Jin'in kostümü gəldi.
Axırıncı Edgar kariyer çəkmişdi. Onda pis izlənmə gəlməmişdi əslində. Yəni ola bilər bəlkə qayıdarıq, bilmirəm. Görək, qismət Allahdan, tək hər şey yaxşı olsun. Yeni 9 yazdı, yeni heç nə gəlmir. Karakter gəlsəydi yaxşı olardı. Sən açmamış. Al, əlbəttə ki birini alacağım. Mən Süperender vermə də, efsanevdən ultradan zaddan ver. Hə. Açışı bu nasıl? Nə fərqi var aslında? Süperender yenə. Və bunu açıram. Bunu alacağım əlbəttə ki. Və buradan da heç bir şey gəlmir. Belə. Açılası başqa məncə heç bir şey qalmır. Hə, bu da yəni 2 saata təzələnir Brawl Pass yolu. Nəysə uşaqlar, yəni istəyirsə like ata bilərsiniz, istəyirsə abunə ola bilərsiniz, istəyirsə yorum yaza bilərsiniz. Bu YouTube'a qayıtma videosu deyil, elə belə çəkib atıram. Sadəcə gördüm belə yığılıb, dedim YouTube'a bir video atım. Nəsə suallarınız varsa da yaza bilərsiniz. Yəni bilmirəm, qayıdım YouTube'a yoxsa yox, çünki nəsə maraqsız gəlir. Gələcəkdə istəyirəm, yəni başqa bir kanal açsam, yəni vlog tərzi videolar atsam, yəni belə. Sağ olun.